Dedi filan kəsi ürəyim Sizin də istəyir. cavan vaxtlarınız. Mənim cavan vaxtım idi. Bir kimi sayı, mən istəyirəm Əliyyürlər kimi geriyə gedim. Mesudun atası Molla Mirzə. Gedək orada, dedim gedək Əliyyürlər mi? Bax, gəlirdi ki, məsələn, Əliyyür. Qapını açırdım. Əliyyürlər mi çağırırdı. Deyəm, buyurun, gəlin. Deyirdim, mən indi cavanam da, mən ondan müğayitam ki, əlindən tutam. Deyir ki, əlimi bırax, bura pələkandır. Dedim, tutdu, özü çıxırdı. Ya bu girirdi içəri, misal üçün, məsələn, əsaslığı deyirəm, bu görünə adı əlini pərdəyə elə vururdu, bax, bu pərdədir, bax, bu rəngdir, bizdə də deyirdi ona yərdənə, bax, belə çox, elə bir... Hər şey dəyərləndirir. Hamısını göstərirdi, çünki adeta... Bir dəfə həyata gedirdi, onun üçün təzə birdən qalış gətirdim, qoydum. Hələ əlinə götürən kimi, təzədir. Görürsən. Nereden bilirsən təzədir? Dedi, o bir-birinə sürtüləndə səs çıxardı. Çox həssas idi, çox həssas. Özü də həmişə belə, mənə belə, o sözü, mənim kəlməni heç vaxt yadım. Özüm də o misal gətirirəm məclislərdə. Dedi, insan gərək özündən aşağı baxa, yuxarı baxmıyor. Əgər yuxarı baxsa zəlil olar, məhv olar. Aşağı baxsa Allahına şükür eləyər. Bu yol ki var, həqiqət yoludur. Çox sağ olun, minnətdaram. O Əli aşıq idi, İmam Əli məddahi idi. Bizə xəbərlərdə gəlib çatırdı. Bu yolun 4 dənə istiqaməti var. Birinci bu yol Qur'an yoludur. Allahın kitabı ilə Əhl-i Beyt bizə tapşırılır. İkinci imamımız Əli əleyhissalamın məthi mənqəbətidir. Dərvişlər oxuyanda deyirlər, mən kəmtəri qulami əmirəl mömininə. O Əli əleyhissalamın yoludur. Üçüncü bizim yolumuz öz dinimizin qayda qanunları. Mən dedim, burada yaxşı məsələlər birdir, şəriət məsələləri falan. Bu qaydaları insan bilmirsə, əməli batırırlar. Bu kişilər də yaxşı bilirlər. Dördüncü də Əzadar İmam Hüseyndir. Onun elə bir yetim seygahın üstündə Roza Xomey var idi ki, daşı duvarı da ağladırdı. Allah ruhunu şad eləsin. Allah ruhunu bizə dua eləsin. Çox şad oldum, xoş gəlirsiniz. Həmişə siz gələsiniz. Var olun, Allah da can sağlığı versin. Biz də gərək həmişə sizin belə nurani üzü görək, ziyarət eləyək. Sizə xoşdur, sağ olun. Çox sağ olun.